Bugün redaksiya olaraq haqqında söhbət açmaq istədiyimiz növbəti ziyalı insan Şəmkir rayonu Zəyəm Cırdaxan kəndində fəaliyyət göstərən Aydın müəllimdir. Aydın müəllim adı çəkilən kənddə yerləşən Səadət Şənliyevinin sahibidir. O öz işinin peşəkarı bir insandır. Adı çəkilən Səadət Şənliyevi bütün standartlara uyğundur. İnsanların və işçilərin təhlükəsizliyi üçün təhlükəsizliyin bütün qaydalarına riayət olunur. Sanitar-gigiyenik qaydadan olduqca təmiz bir şənlik evidir. Aydın müəllim özü Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub olmamasından asılı olmayaraq Prezident İlham Əliyevə, dövlətə dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz. Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Aydın müəllimə təşəkkür edir. Ona gələcək işlərində uğur və müvəffəqiyyətlər, həmçinin yeni nailiyyətlər arzu edirik.